2026-cı ildə Amerika Qəlb Assosiasiyası yeni xolesterinlər haqqında rəhbər tövsiyə çıxartdı. Və bu rəhbər tövsiyəyə təsir edən çalışmalardan birinin adı sport, yəni idmandır. Bu çalışmada əslində bizim praktik həyatdakı Azərbaycan xalqının suallarına cavab verilir. Bilirsiniz ki, insanlarımız bəzi yeyəcəklərin xolesterini aşağı saldığını iddia edirlər və dərman içmək yerinə isə bunlardan istifadəyə önəm verirlər. Nədir bunlar? Zəncəfil, sarımsaq, darçın, balıq yağı, omega yağları çox istifadə edilir. Bu çalışmada da tam bunların dördü və çox kiçik miqdarda statin dərmanı başa-baş müqayisə edilib. Bunlardan istifadə edilib, bir neçə ay sonra xolesterin səviyyəsi təkrar yoxlanılıb və görülüb ki, bu qidalarla xolesterin səviyyəsi arasında heç bir əlaqə yoxdur, heç bir düşüş yoxdur. Tam tərsi isə çox kiçik dozda statin, xolesterin dərmanı xolesterini aşağı salır. Ona görə də rəhbər tövsiyə bioəlavələrin və yeyəcəklərin xolesterinə heç bir təsiri olmadığını ortaya qoyur.